X ve Y atomlarının protonların cəmi 26 olarsa, bu elementin əmələ gətirdiyi X3Y birləşməsinin molar kütləsini hesablayın. Gəlin baxaq, proton sayıların cəmi. X da A'dır. X da A'dır. Y da A üstə gəl 4'tür. Bərabər 26 verib. Buradan da 2A bərabər 22, A bərabərdir 11. Deməli, gəlin baxaq, X'in proton sayı A'dır. Neytron sayı A üstə gəl 4. Üzr istəyirəm. Neytron A üstə gəl 1. Bu olacaq 11 üstə gəl 1. 12 nisbi atom kütlə 23. Gəldim Y-a. Y-in proton sayı A üstə gəl 4'dir. Yəni A'mız 11'dirsə, bu olacaq 15. Neytron sayı A üstə gəl 5'dir. Yəni 11 üstə gəl 5, 16. Bu da olacaq kütlə 31. Bizdən də soruşur molar kütlə X3Y. O da bərabər. X'in molar kütləsi 23'dür. 23 vuracam 3'ə. Üstə gəl. Y-də 31'dir. Bu da bərabər. 23 3'ə vuranda 69 üstə gəl 31. O da bərabərdir. Neçə eləyəcək? 69 11'i toplayanda 100. Cavabımız Y variantı.